Mikrofonu görmürəm. Aha. Hər kəsi salamlayıram. Xoş gördük. Mənim üçün çox xoş oldu. Gözəl cümlələrlə chat bölməsini oxudum. Çox belə motivasiya edici, xoş fikirlərlə başlamaq mənə daha xoşdur. Çox təşəkkür edirəm fikirlər üçün. Var olasınız. Əvvəla İlham sən də xüsusi təşəkkür eləmək istəyirəm. Ay mesajlar gəlir. Çox sağ olun, var olun. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun ki, dəyərli vaxtınızı sərf edib bizə qoşulmusunuz. Və İlhamiyə təşəkkür etmək istəyirəm. Çox sağ ol, var ol ki, dəvət eləmisən. O qədər gözəl, özəlsən ki, mənim üçün həqiqətən. Hətta təklif eləyəndə yəni çox sevindiyini bildirdi və qeyd etdi ki, mən düşünürdüm ki, sizdən imtina alacağım, çünki vaxtınız yoxdur. Amma bilənlər bilir və e, yəni hər kəs bilsin ki, mən hər zaman tələbələrimə dəstək olmaqda, necə deyim, e, belə deyək, vaxt məhdudiyyətimi nəzərə almıram və bacardığım qədər tələbələrimə hər zaman dəstək olmağa hazıram. Və xüsusi təşəkkür edirəm ki, məni dəvət etmisən. Var olasın. Aha. Ekranımız hələ paylaşım başlamayıb. Ona qədər mən özümü təqdim eləyim. Tanımayanlar varsa e, və çox sağ olun, var olun. Gözəl fikirlər yazırsınız. Aha. Tanımayanlar varsa və deməli, ona görə özümü qeyd edeyim, nədir, təqdim eləyim. Mən Xəyalə Məmmədova, deməli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimiyəm və bu gün müəllimin gücü, fərqliliklərlə işləmək bacarığı mövzusunda bir balaca söhbət aparacağıq. Əlbəttə ki, İlhami mənə təklif eləyəndə mən çox düşündüm ki, hansı mövzu haqqında, hansı mövzu ətrafında, yəni biz danışsaq daha səs gəlmir. Səsim gəlmir. Gəlir müəllimə, mən eşidirəm. Aha, deməli səs gəlmir yazanlar da onda özlərindədir, kompüterdə ya telefona daxil olublarsa orada Bəli, bizdə gəlir çünki. hə, orada səs ayarlarına girsinlər, onları düzəltsinlər. Aha. Ə, və çox düşündüm ki, hansı mövzuda biz çıxış eləyək ki, yəni vaxt məhdudiyyəti də olur təbii ki, bizim belə görüşlərimiz üçün fürsət düşmüşkən hansı mövzudan danışaq ki, bugünkü dövr üçün aktual olsun. Bəli, bilirik ki, çox necə deyim, gündəmi zəbt eləyən çox mövzular var. Ancaq bir pedaqoq olaraq, bir müəllim olaraq mən düşünürəm ki, hər şeyin kökündə elə məhz fərqliliklərlə işləmək bacarığı durur. Yəni bu mövzunu seçməkdə düşünürəm ki, faydalı olar. Ona görə elə məhz bu mövzunu seçdik və bu mövzu ətrafında təbii ki, bir saat çox azdır. Ə, Amma bir saat ərzində çalışacağım ümumi fikirlərimi sizlə bölüşüm. Və mən istəyirəm interaktiv olsun. Sualı olan varsa mikrofonunu açıb sualını versin və ya chat bölməsinə yazsın. Yəni müzakirəmiz interaktiv olsun. Bəli, sadəcə slaydı elə belə belə deyə vizuallıq üçün hazırlamışam. Bilirsiniz ki, mən hər zaman deyirəm ki, vizuallıq, yox, hələ ora keçməyək. Aha. Məndə kompüterdə problem oldu, ona görə məcbur İlhamə tapşırası oldum ki, ekran görüntüsünü paylaşsın. Ümid edirəm ki, sinxron biz bu işi görə biləcəyik. Deməli, nəyi qeyd etmək istirdim? Mən indi istəyirəm ki, siz chat bölməsinə elə bu qədər yazmışkən, elə başlayaq chatdan. Chat bölməsinə qeyd eləyəsiniz, ikinci slayda keçə bilərik. Sizin üçün normal şagird kimdir? İstər müəllim heyəti olsun, istər tələbə olsun, kimliyindən asılı olmaraq, yəni təcrübəsində bunu görən varsa təcrübəsindən qeyd edə bilər və ya öz fikrini qeyd edə bilər, xəyalında olan normal şagirdi qeyd edə bilər. Aha, mən də yavaş-yavaş oxumağa başlayım. Sizin üçün normal şagird kimdir? Deməli,
Qatılım yoxsa mən səhv qoşulmuşam. Nemət bəy, çox təşəkkür edirəm qoşulduğunuz üçün. Bilmək olmaz, bəlkə də qoşulan var. Bəlkə də. Nə gözəl ki, qoşulmusunuz. Hər bir şagird normalda, normal yoxdur. Yəni kimdir? Sizin üçün normal şagird necə bir şagirddir? Kimdir? Bax bunu qeyd edin zəhmət olmasa. Mənə görə bütün şagirdlər normaldır. Xəyallı olan şagird, aha, gözəl. Normallıq nisbi anlayışdır. Bəli, sizin üçün normal şagird kimdir? Mən bunu sual vermək istəyirəm. Adam sayı çoxdur, yazılır. Necə? Adam sayı çoxdur, yazılır bizim müəllimlərdə. Anlamadım. Aha. Mənim zənnimcə olduğum mühitə tez adaptasiya olan, tez qavrayan, aha, zəkası və ağlı olan, məsuliyyətini və intizamlı olmalıdır. Normal şagird, çox tez-tez yazılır. Normal şagird öz məsuliyyətini dərk edən, dürüst, aha, gözəl. Dərsin qaydalarına hörmətlə yanaşan, təşəkkür edirəm. Aha. Davranışı, tərbiyəsi yerində olan. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Mənim üçün normal şagird müəllimi dinləyən şagirddir. Aha. Təşəkkür. Hər şeyə kör-köranə razı olmayan, öz fikirlərini rahatlıqla bildirən, öyrənmə bacarığına malik olan, ailə tərbiyəsi düzgün verilmiş. Aha, qoşula bilmir. Bizim müəllimlər təlimə yazılır, adam çoxdur təlimdə. Ha, ola bilər. Ola bilər ki, burada deməli say məhdudiyyəti var, bəlkə də. Bilmirəm orasını. Təəssüflər olsun ki. Aha, normal şagird hər şeyi bilən deyil, bilmədiyini öyrənməyə marağı olan şagirddir. Aha, təşəkkür. İdraki yaradıcılığı olan şagird, sosial mühitdə tez alışan, sevimli müəllimim sizi görməmiş. Çox təşəkkür edirəm Leyla. Müəllimin uşağa yanaşmasından asılıdır. Aha, mənə görə sözünü, fikrini sərbəst bildirə bilən, özünü tanıyan və istədiyini bilən, normal şagird öz düşüncəsi, nizam intizamı olan, məqsədi olan, adaptasiyası olan şagird. Səsim aydın gəlir də yəqin ki hər kəsə. Bəli, müəllim, hər şey Bəli, qəbul. bəli. Əla. Sevgisini hiss etdiyimiz hər bir şagird. Aha, düşünməyi bacaran, obyektiv qərar verən, yəni bütün şagirdlər normaldır. Sadəcə onlarla düzgün işləmə bacarığı olduğu zaman ortaya çıxırlar. Təşəkkür edirəm Rəşdə xanım. Normal şagird fiziki, psixi, sosial sağlamlığı olan çatışmazlıqları vardırsa, kompensasiya edə biləcəyimiz hər bir şagird normaldır. Təşəkkürlər. Normal şagird sual verə bilən, səhv etməkdən qorxmayan, öyrənməyə açıq olan uşaqdır. Mənim mesaj getmir. Aha. Normal şagird məncə məsuliyyəti olandır, mərhəmətli və vicdanlı olan şagirddir, nizam-intizam qaydalarını bilən, özünü ifadə edə bilən. Mənə belə gəlir ki, kifayətdir, çox, həddindən artıq çoxdur. Mənə belə gəlir kifayətdir artıq yazmağa. Yəni dayandıraq və yazılanları oxuyaq. Məktəbdə olan partada oturan şagird hamısı normaldır. Bəli, aha. Mənə görə hər bir şagird, çünki normallıq nisbi anlayışdır. Aha. Öyrənməyə Günar xanım, mənə maraqlıdır. Bax, nisbi anlayışdır deyəndə nə nəzərdə tutursunuz? Təbii ki, nisbi anlayışdır normal olaraq. Normal şagird sizin üçün nədir? Bax, o suala mənə cavab versəydiniz. Çox sevinərdim. Salam, normal şagird dərsləri dinləyib anladığını düzgün ifadə edən şagird. Ancaq şagird hər halı ilə normaldır. Normal olmayan şagird valideynindən asılıdır. Müstəqil, sərbəst düşüncə tərzinə malik olan, təlim və tərbiyəsi yerində olan, qarşısına məqsəd qoymağı bacaran, mənim üçün normal şagird anlayışı əslində elə şagirdin öz fərdiliyidir. Mən şagirdi hansısa standart test nəticəsinə və ya hamı ilə eyni sürətdə öyrənmə qabiliyyətinə görə normal və ya anormal deyə qruplaşdırmıram. Çünki hər bir uşağın öz qavrama tempi, öz maraq dünyası, özünə məxsus çətinlikləri var. Fatimə xanım, çox təşəkkür edirəm. Mənə sizin cavabınız maraqlıdır. Az sonra normal şagird öz hüquqlarını bilən, özünü deməli müdafiə etməyi bacaran, yoldaşlarıyla əməkdaşlıq bacaran və təvəkkülü ruhunda böyüyən şagirddir. Aha, hətta autizm sindromu uşaqlarında belə çoxlu istedadlı uşaqlar çıxır, sadəcə onları ortaya çıxaracaq bir günəş lazımdır. Bu tam da müəllimdir. Sadəcə məqsədi olan şagird. Aha. Çox təşəkkür edirəm. Deməli, hörmətli iştirakçılar, hər kəs, yəni cavablara biz diqqət eləsə görəcək ki, normal şagird haqqında təsəvvürlərimiz biraz bir-birinə bənzəyir. Təbii ki, fərqli fikirlər də burada var. Yəni bu artıq bizə çox şey deyir ki, bizim üçün normal anlayışı var.
Yəni normal anlayışı bizim üçün var. Normal şagird dedikdə adətən çox təəssüflər olsun ki, sakit, diqqətli, aha, ə, diqqətli, yəni tapşırığı vaxtında yerinə yetirən, sözə baxan, dərsi pozmayan, müəllimin göstərişlərini necə deyim, tez anlayan və ümumiyyətlə hər kəslə gözəl ünsiyyət etməyi bacaran və s. Normal şagird hesab edirlər. Yəni bu acı reallıqdır da, təbii ki, bu reallıq olaraq belədir. Mhm. İndi isə istəyirəm ki, hörmətli iştirakçılar, deməli bir videoya baxaq. Yəni bundan sonrakı slaydımız nədir? İndi mən istəyirəm ki, biz baxaq ki, bax bu normal anlayışı nə qədər obyektivdir. Video baxmazdan əvvəl mən istəyirəm bir necə deyim, sizə bunu fikir olaraq aşılamaq ki, yəni bir fikirləşək görək ki, bizim normal anlayışımız nə qədər obyektivdir və normal anlayışı ümumiyyətlə həmin o şagirdlər üçün nə qədər ədalətli bir necə deyim, ə, seçimdir söz olaraq, fikir olaraq. Və normal hesab etdiyimiz həmin o çərçivə dəyişsəydi, ümumiyyətlə kim çətinlik çəkərdi? Videoya baxanda mən çox xahiş edirəm, qısa bir video da çox qısadır və istəyirəm ki, düşünəsiz. Yəni sadəcə videoya baxıb düşünəsiz. Videonu qoya bilərik. Yox, bu şəkildə yox İlham. Zəhmət olmasa slayd görüntü şəklinə keç. Buradan da müəllimlik eləyim İlhamə. Slayd görüntü. Bax, yuxarıda göstərib, mən görə bilmirəm tam olaraq. Aha, orada slide show var. Slide show'a keç. Tamamilə ay sağ ol. Aha. Və videonun zoom'un yuxarısında səs var, səs. Səsi də aç, zəhmət olmasa. Yox, yuxarıda. Sən videoya keçid alanda yuxarıda göstərir, səsi açım yoxsa yox. Təəssüflər olsun ki, məndə bitibdi onun vaxtı, ona görə qoşulanmadım. Videonun səsi gəlmir. Slide show-ya keç əvvəl. Slide show-ya keçəndə görəcəksən ki, Müəllim, bəli. ilk slayd gələcək. İlk slayddan sonra keçid al digər slaydlara. Bəli, Bu bax, indi slaydı, qoyuram. From beginning, yəni ən başdan başlasın. aha, bəli. Və indi keçid alırsan digər Bəli, indi slaydlara. vururam, Aha. bax, səsi gəlir. İndi bunu basanda yuxarı hissədə görəcəksən səs açmaq. Bunda yoxdur. Yəni mən bunu açdığım yer şeydir, Adobe Acrobatdır və bunda olmur. Mən indi o biri ilə açım. Bir Yox, saniyə. ehtiyac yoxdur. Musiqidir zaten, yox. Aha, qalsın. Yəni bu səs nəsə problem yaradır. PowerPoint ilə açım, o zaman açılacaq səsi. Bir saniyəyə aça bilərəm Ha, istəyirəm. PowerPoint-dan açmamışıq. Ha, aydındır. Səsi mənə gəlir sizincə. Göndərərəm təlimdən sonra Bilirsiniz niyə dinləyəcəm. gəlmir? Yuxarıdan o səsi açmaq lazımdır. Burada sadəcə bir ağ səhifə var, ortada da video. Yəni Oxu kənar. yuxarı qaldır zəhmət olmasa. Mhm. Səs burada açıqdır. Səs ən yüksəkdədir. Yox, Zoom proqramını açmalısın. Nəysə vaxtımızdan almayaq. Yox, videonu başdan qoyaq bir dənə diqqətlə baxsın hər kəs. Hı hı. Yəqin ki, hər kəs gördü videonu. Aha, keçid alaq digər slaydımıza. Normal anlayışı dəyişsəydi nə baş verərdi? Mən inklüziv təhsil sahəsi üzrə yəni təlimçi olduğum üçün və
O sahə üzrə illərdir çalışdığım üçün və bu problemlərin, fərqliliklərin nəzərə alınmasını məhz inklüziv təhsildə daha çox qabarıq olduğu üçün bu videoya müraciət elədim və videodan gördüyünüz kimi ümumiyyətlə bax burada görürsüz normal anlayışı dəyişsəydi nə baş verərdi? Yəni indi bax düşünün, bu sinifdə normal dediyimiz şey dəyişsəydi, kim çətinlik yaşayardı? Yəni problem sizcə fərddədir yoxsa mühitdədir? Sistem dəyişəndə zəif olan kim oldu? Bax, yəni sistem dəyişəndə, ətraf mühit dəyişəndə sizcə həmin vəziyyətdə zəif olan kim oldu? Bax burada gördüyümüz video, yəni gördüyümüz bax bu fikirlər çox sadə gələ bilər sizə. Əlbəttə ki, ancaq pedaqoji baxımdan çox olduqca dərindir. Biz ümumiyyətlə öyrəşmişik ki, çox necə deyim, dərin mövzulara, daha qlobal mövzulara biraz fərqli yanaşırıq da. Yəni öyrəşmişik ki, onları daha dərindən öyrənək. Amma bəzən sadə məsələləri nəzərdən qaçırırıq. Yəni bax, normal anlayışı bizim üçün nədənsə bir stereotip olaraq formalaşıb. Amma bu videodan gördüyünüz kimi normal hesab edilən mühit dəyişəndə tamamilə başqa insanlar, normal hesab etdiyimiz insanlar çətinlik çəkdi. Videodan da gördüyünüz kimi. Yəni bu bizə çox necə deyim, vacib bir həqiqəti göstərir ki, çətinlik hər zaman fərdin özündə olmur. Yəni fərdin özündən qaynaqlanmır. Çətinlik çox zaman mühitdən, mühitin necə qurulmasından, ümumiyyətlə mühitdə həmin şəxsə olan davranışdan, normalardan və qəbul etdiyimiz həmin o normalardan qaynaqlanır. Yəni təəssüflər olsun ki, təhsil mühitində də bu hallar baş verə bilir. Ə, və müəllimin gücü həmin fərqliliyi aradan qaldırmaqla deyil, fərqliliyi görmək, anlamaq, onunla işləyə bilmək bacarığından irəli gəlir. Ona görə həmin fərqliliyi normal qəbul eləyib, normal dediyimiz şagirdləri hər birinin hətta fərqli olduğunu anlasaq, biz bütün fərqlilikləri idarə etmək istəyi deyil, bütün fərqlilikləri normal olaraq qəbul etməyə başlayacaq. Aha. Ə, Slaydda nədir bu? Chatda yazılarımız var. Çətinlik müddət şəraitdən davranışdan anlaşılır. Yəni bəli, bunu biz bilirik. Təəssüflər olsun ki, amma icraata gələndə təəssüflər olsun ki, Sədaqət xanım, çox müəllimlər fərqində olmur. Normal, anormal yoxdur. Hər kəsin bir fərqliliyi var. Kimə görə normaldır yeriyə bilən şəxs, kimə görə anormaldır yeriyə bilməyən şəxs. Amma sualımız bir dənədir. 50 olan şəxslərlə 50 olmayan şəxslərin birlikdə təhsil almasının əmələ gələn problemlərdir. Bəli, əmələ gələn problemlərin arada qaldırılması Mədinə xanım 1 saatlıq seminarla bu problemləri aradan qaldırmaq texnikalarını biz öyrənə bilməyəcəyik. Bunun üçün çox təlimlər vermişik və bu sualı verən bilmirəm təlimlərimdə olan kəslər varsa burada ilk günümüzdə hər zaman bax belə suallar verilir və deməli düşünürəm ki, yanaşma düzgün olmalıdır, mühit düzgün təşkil olunmur, maddi texniki baza. Siz bunları səsli də deyə bilərsiniz. Maddi texniki baza inklüziv şərait təkcə təşkil etmir, mənəvi yanaşma təlim adaptasiya prosesini subyektiv inkişaf etdirməni təmin edir. Siz deyirsiniz, mən təlimin ilk sual-cavab bölməsində, yəni bu fikirlərinizi bölüşərsiniz. Mən çox şad olaram ki, sizin fikirlərinizə cavab olaraq necə deyim, səsləndirim. 5-10 dəqiqəmizi yəqin ki, ayırarıq da buna, düzdürmü? Aha. Normallıq anlayışı dəyişsə dünyada dağılmazdı. Amma məncə valideynlər müəllimlər necə uşaqları tərbiyə edəcəklərini bilməzdi. Normal uşaq sakit oturub dərsini dinləyən tərbiyəli olan şagird olaraq qəbul edirik. Amma məsələn Einstein misal gətirə bilərik. Hamı ona qeyri-normal damğası vururdu. Amma indinin özündə də onun adı hələ də hallar məncə problem müddədir. Çox gözəl, elə gözəl fikirlər yazırsınız. Çox sevinirəm həqiqətən. Yəqin ki, mən belə təcrübədən də görürəm ki, adətən maariflənən insanlar təlimə daha çox qoşulurlar və necə deyim, bu barədə məlumatı olmayan, məlumatım yoxdur, olmasını da istəmirəm deyərəkdən bəlkə də qoşulmurlar, bilmirəm. Amma sizin fikirləriniz məni çox sevindirir, çox təşəkkür edirəm. Aha, bəli. Yəni biz qəbul etməliyik ki, müəllimin gücü fərqli aradan qaldırmaq deyil. Yəni həmin fərqliliyi görməkdir, anlamaqdır. Yəni həmin o fərqliliklə işləmək bacarığıdır.
İndi mənim demək istədiyim məsələlər var. Aha, gəlin bu demək istədiyim məsələlərə keçid eləməzdən öncə e, bəli, tamamilə doğrudur Pərvanə xanım, təşəkkür edirəm. Keçməzdən öncə deməli keçək digər slaydımıza bərabərlik və ədalətlilik nədir? Bəzən bunu da biz qarışdırırıq. İlk baxışda çox sadə görünür. Amma əslində təhsildə ən çox qarşılanan iki anlayışdır. Yəni bunlar. Ə, Bəli, ədalətlilik və bərabərlik. Şəkildən gördüyümüz kimi, baxın, görürsüz ki, bax yanaşma, bax sol tərəfdəki yanaşma bərabərlikdir. Görürsüz hər uşağın, deməli hər uşağa bir yeşik verilibdir. Düzdürmü? Və eyni qutu, eyni imkan, eyni yanaşma, yəni bu bərabərlikdir. Ə, Zahirən bu bərabərlik ədalətli görünür, çünki biz deyirik ki, bərabər yanaşmalıyıq, düzdürmü? Ancaq bu yanaşma zahirən ədalətli görünsə də nəticəyə baxırıq ki, məhdudiyyət var. Yəni mən indi bunu bilirsiniz, sözün əsl mənasında demirəm, sadəcə olaraq bir misal olaraq qeyd etmək istəyirəm. Çata birazdan baxacağam. Narahat olmayın, fikriniz varsa qeyd edin. Aha, və burada görürsüz ki, bərabər biz yanaşsaq da şagirdin biri görüntüdən məhrum olubdu. Yəni hamı eyni nəticəni əldə eləməyibdi, düzdürmü? Aha, ortadakı şəkildə baxırıq. Görürük burada, deməli görüntü təmin olunubdu. Hər kəs görür. Amma burada yanaşma ədalətlidirmi sizcə? Bərabərdirmi sizcə? Yəni məqsəd burada hamıya eyni vermək yox, hamını eyni nəticəyə yaxınlaşdırmaqdır. Düzdürmü? Amma ədalətli baxımdan daha yaxınlaşıbdı, amma bərabərlik pozulubdu. Gəldik digər şəklə. Şəkildən görürsüz ki, burada hər kəsdə, yəni həm ədalətli, həm də bərabər yanaşma var. Yəni mənim demək istədiyim məsələ burada budur ki, baxın, çalışmaq lazımdır ki, mühit elə qurulsun ki, ümumiyyətlə əlavə dəstəyə ehtiyac qalmasın. Yəni inklüziv təhsilin əsas prinsiplərindən budur ki, hər kəs üçün bərabər imkanlar təşkil olunsun. Görürsüz, maneə aradan qaldırıldı, heç yeşiklərə də ehtiyac qalmadı və hər kəs, necə deyim, eyni vəziyyətdə bərabər və ədalətli şəkildə görüntünü əldə etdi. Burada üç yanaşmanı görürük, hörmətli iştirakçılar. Yəni bərabərlik hamıya eyni vermək deməkdir, düzdürmü? Hamı eyni qutunu vermək deməkdir. Ədalətli ehtiyacı uyğun olana vermək deməkdir. Amma bizdə yanaşma həm ədalətli, həm də bərabər olmasını təmin etmək üçün nə edirik? Mühiti hər kəs üçün əlçatan etməyə çalışırıq. Aha. Və əsas sual da burada budur ki, biz bunu dərsimizdə edə bilirikmi? Bəli, Nemət bəy, bərabərlik həmişə ədalətlilik deyil. Elə məhz dediyimiz məsələ də budur ki, bərabərlik və ədalətliliyi balansda qoruyaraq hər kəsə eyni yanaşmanı təmin edə bilməkdir. Tamamilə doğrudur. Təşəkkür edirəm. O qədər gözəl fikirlər yazırsınız ki, çat mənim fikrimi yayındırır. Amma mütləq oxuyacağam. Aha, e, bilirsiniz, bəzən mən onlayn görüşləri çox da sevmirəm ona görə ki, elə bilirəm özüm özümə danışıram. Tempi hiss eləyə bilmirəm. Sağ olsun chatda yazanlar o tempi mənə hiss elətdirirlər. E, indi görünməz maneələr və görünməz səhvlərimiz nədədir? Ona keçid alaq. Aha, İlhamə. Mən istəyirəm ki, görünməz maneələrimiz nədir? Görünməz səhvlərimiz nədir? Bax bu barədə bir balaca müzakirə eləyək. Deyirəm müəllim, kompüterim də özüm üçün bu gün elə həyəcanlıdır ki, normal dediyim kimi dəfələrlə hər həftə şənbə, bazar təlim keçirik. Aha. E, yəni ilk dəfə İnanırsan məndə də belə oldu nədənsə. basıram, hə, 4 dəfə basmışam, hələ keçmir. Keçəndə də Dəhşət bir digərlərinə ilk keçir. Ona dəfədir ki, qədər belə mən hal oxuyum. başlayır. Oxuyum çatda nə yazılır. Aha, Pərvanə xanım, psixi bariyerlər görünməz divarlar kimidir. İnsanın daxilində yaranan, amma cəmiyyətin içində təsir göstərir. Bu bariyerlər qorxu, oyun, yarğan, ay, necə gözəl yazırsınız. Anlaşılmazlıq və fərqlilikdən çəkinmək kimi hisslərdən qidalanır. Halbuki insanları ayıran deyil, birləşdirən məhz bu fərqliliklərdir. Alqışlayıram. Həqiqətən çox gözəl.
Bərabərlik yalnız hüquqlarda deyil, münasibətdə düzgün göstərməlidir. Ədalət isə hamıya eyni şeyi vermək deyil, hər kəsə ehtiyacına uyğun olanı təmin etməkdir. Məhz demək istədiyim də buydu. Çox təşəkkür edirəm. Görünməz maneələr və görünməz səhvlər nədir? Digər slayda keçid alaq. Aha. Deməli, mən istəyirəm burada bu görünməz maneələri 3 səviyyədə necə deyim, baxaq. Düşüncə, struktur və diskurs səviyyəsində baxaq. Gəlin bir düşüncə səviyyəsində, struktur və diskurs səviyyəsində baxaq. Yəni nədir bu? Düşüncəmiz bax həmin o stereotiplərdir, inanclardır, həmin o normal anlayışıdır. Struktur o dediyimiz mühitdir. Yəni ki, qurulan tədris yanaşması olsun, təlim olsun, təlim prosesi olsun və s. qurulan o mühitdir və diskursda istifadə etdiyimiz dil və ifadələrdir. Bayaq iştirakçılarımızdan elə qeyd edənlər məhz bu necə deyim, səviyyələri özündə birləşdirən fikirlər qeyd etdilər. Çox sevindim ona görə. Çox təşəkkür edirəm. Aha, və düşüncə struktur diskurs deyəndə nə nəzərdə tutulur? Mən burada deməli ableizm, disableizm və eufemizmlə istəyirəm deməli fikir bildirmək. Hansı ki bu barədə çox təəssüflər olsun ki yazılmır və deməli mən çox araşdırmalar eləyirəm. Bilirsiniz ki, inklüziv təhsil üzrə belə deyim, çox tədqiqat işləri aparmışam və çox deyəndə də biraz düz çıxmır. Və daim də aparmalıyıq təbii ki və məqalələr də yazmışam bu sahə üzrə. Ancaq ableizm, disableizm, eufemizmlə necə deyim, toxunanlar çox az görmüşəm. O da xarici məqalələrdə. Təəssüflər olsun ki, mən istərdim bu mövzuda biraz araşdırma eləyəsiniz. Çox maraqlı mövzudur. Yəni baxın, ableizm, disableizm və eufemizm nədir? Bu barədə sizlə istəyirəm bölüşmək. Bax bu maneələr bizə həmin o necə deyim, görünməz bariyeri yaradır həmin bu maneələr. Ableizm nədir? Bax o ableizmdə deməli müəyyən xüsusiyyətlər normal, üstün, arzu olunan kimi qəbul olunur və fərqli xüsusiyyətlər isə dolayısı yolla uyğunsuz, anormal kimi qəbul olunur. Məsəl üçün hansısa bir əlilliyi olan şəxs hər zaman əlilliyi olmayan şəxslə müqayisə olunur və üstünlük burada əlilliyi olmayan şəxsdədir. Əlilliyi olmayan şəxs normal kimi qəbul olunur və bunun müqayisəsi ableizmdir əslində. Deməli, misal üçün belə deyim də əlilliyi olan şəxsin hansısa bir iş görəcəyi heyrətə gətirir və necə deyim, hətta qeyd eləyirlər ki, necə ola bilər ki, sənin əlilliyin var, sən bu işi görə bilirsən və s. Və ya məsələn hansısa bir tapşırıq tutalım verilməlidir. Müəllim düşünür ki, bu tapşırığı versəm həmin o əlilliyi olan şəxs edə bilməyəcək bunu. Yəni bunun kimi digər slayda keçə bilərik. Və bunun kimi deməli məsələlər bizdə düşünürəm ki, bunlar hamısı ableizmə daxil olur və həmin o maneəni yaradır. Yəni biz uyğunlaşan, tez qavrayan, deməli, digərinə keçək. Qeyd etdik də əlilliyi olmayan şagird, əlilliyi olan şagird standart kimi götürülür də. Yəni burada tez uyğunlaşan, belə deyim, normal hesab etdiyimiz, məsələn, tez dinləyən yaxşı, tez qavrayan və s. bu kimi şagirdlər bizdə normal hesab olunur və digər şagirdlər isə biz həmin o normal şagirdlərə nəzərən qiymətləndirməyə çalışırıq. Bax, görürsünüz, burada ableizmdə qeyd olunubdur ki, bu tapşırığı biraz çətindir, əlilliyi olan uşaqlar dincəlsin, qalanları isə işləsin. Burada avtomatik olaraq əlilliyi olan şagirdlər kənarda qalır. Müəllim hesab edir ki, yaxşılıq eləyir. Fərdi və differensial yanaşma ilə yanaşır. Ancaq bu elə deyil, bu tamamilə maneədir deyərdim təhsildə. Amma görünməz maneədir. Aha, sonra görürsünüz qrup yoldaşı, sinif yoldaşı şagirdə qeyd edir ki, onsuz da bacarmayacaqsan, başqa tapşırıq et. Aha, burada da bacarmayacaqsan düşüncəsi yaranır. Sonra bax, digər bir şagird qeyd edir ki, sən heç əlilliyi olan şagirdə oxşamırsan ki.
Aha, oxşamaq nəyə görə oxşamaq? Məsəl üçün tutalım ürəyində hansısa bir xəstəliyi olan, əlillik səviyyəsində əlilliyi olan bir şəxsə məsəl üçün tutalım biri deyir ki, "Aha, mən heç bilməzdim ki, sənin əlilliyi dərəcən var." Yəni bilirsiniz, bu artıq eybilizmdir. Keçək disabilizm nədir? Disabilizm ə, çox təəssüflər olsun ki, çox tez-tez rastlaşırıq. Hətta evimizdə, nə bilim, ətraf mühitdə də tez-tez rastlaşdığımız fikirlərdir. Karsan, şikəstsən və sairə bu kimi təhqir dili deyərdik. Hansı ki, əlilliyi olan şəxslərin xüsusiyyətlərini biz istifadə edirik təhqir dili kimi. Təəssüflər olsun ki. Yəni belə deyim də, tutalım əlimizdən nə isə düşdü, tutalım yerə, o zaman kənardan yəqin ki eşitmiş olarsınız ki, nə deyirlər? Deyirlər şikəstsən. Çox təəssüflər. Və ya tutalım kimsə kiməsə toxundu, bilmədi və e, necə deyim, həmin zaman bir-birlərinə deyirlər ki, karsan və s. Və bu da disabilizm sayılır. Təəssüflər olsun. Keçirik. Aha, disabilizmdə baxın nümunələrə baxaq. Karsan, onsuz da bacarmayacaqsan, başqa tapşırıq et. Artıq burada necə deyim, etiketləmə var, yəni etiketləmə, təhqir dili kimi. Aha, uşaq arabasına min. Eşiyə getməyi öyrən, yoxsa uşaq arabasına min. Yəni e, görürsüz əlilliyi olmayan şagirddir. Əlilliyi olmayan şagirdə elə yoldaşına qeyd edir ki, əgər çölə getməyi bacarmırsansa, əlillik arabasına min və ya uşaq arabasına min. Yəni ki, təhqir olaraq onun hansı istifadə etdiyi əşyadan və ya elə necə deyim, əlilliyin özünü belə təhqir kimi istifadə edir. Sonra çox təəssüflər olsun ki, bunu da eşitmişik ki, ay dəli, ağlını topla və s. Uşağın çətinliyini dəli kimi adlandırır. Halbuki dəli bir diaqnozdur, dəlilik və təəssüflər olsun ki, bunu da təhqir dili kimi istifadə edirik. Yəni bunlara diqqət eləməliyik biz müəllim isə xüsusilə. Aha. Deməli, eufemizm nədir? Eufemizm də çox təəssüflər olsun ki, çox müəllimimizin diqqətdən kənarda qalan bir necə deyim, məsələdir. Biz düşünürük mərhəmətli xalqıq, yəni təbii ki, biz bu nöqteyi nəzərdən əlilliyi olan bir şəxs görəndə sinfimizdə mərhəmət hissimizdən, ya mən təlimlərimdə çox görmüşəm, ağlayırlar, göz yaşlarına boğulurlar. Mən bunu başa düşürəm, hisslərdir, empati hissidir və s. Ancaq bir müəllim olaraq sinfimizdə köməyə ehtiyacı olan, fərqi yoxdur, əlilliyi olan və ya hər hansısa digər bir köməyə ehtiyacı olan bir şagirdimiz varsa, mən düşünürəm ki, biz kövrəlməkdən, acımaqdan daha çox önəmli olan ona necə kömək edə bilərik düşüncəsi olmalıdır və biz ona necə kömək etməliyik deyə proqram hazırlamalıyıq və s. Burada deməli bu mərhəmətdən irəli gələn məsələlərdən biri də odur ki, deməli biz əlilliyi olan şagird görən kimi ə, istəyirik o insanın ürəyini fəth eləyək, necəsə sevindirək. Amma bu o sidq ürəkdən gəlirmi, gəlmirmi? Artıq bu sual altında olur. Və ə, mən şahidi olmuşam bir sinifdə əlilliyi olan şagird hansısa bir tapşırığı eləyir və əlilliyi olmayan şagird də eyni tapşırığı eləyir. Bəlkə də əlilliyi olmayan şagird ondan daha yaxşı tapşırığı həll eləyibdir. Amma müəllim bilirsiniz də kinestetik təşəkkür belə ki, toxunaraq təşəkkür edir əlilliyi olan şagirdə, amma əlilliyi olmayan şagirdi nəzərdən qaçırır və belə deyim, bu artıq əlilliyi olmayan şagirdə qarşı ədalətsiz davranmadır və düşünürəm ki, biz burada balansı çox necə deyim, ciddi şəkildə qorumağı bacarmalıyıq. Bizim üçün hər kəs eyni, hər kəs bərabər olmalıdır. Biz nəinki əlilliyi olan şagirdə xüsusi davranmalıyıq, heç əlilliyi olmayan şagirdə, daha doğrusu nəinki əlilliyi olmayan şagirdə xüsusi davranmalıyıq, heç əlilliyi olan şagirdə də xüsusi davranmalı deyilik. Hər kəsə eyni, bərabər, ədalətli davranmağı bacarmalıyıq. O balansı qorumağı bacarmalıyıq. Burada çox önəmli maneələrdən biri də budur.
Hörmətli yoldaşlar, indi eufemizmlə olan nümunələrə baxaq. Görürsüz, burada müəllim qeyd edir ki, o xüsusi qayğıya ehtiyacı olan uşaqdır. Mən hətta deyirəm ki, ümumiyyətlə diskursdan danışarkən biz müraciətlərdən də danışmalıyıq. Müraciətlərdə bilirsiniz də, konvensiyaya əsasən son terminologiyaya görə biz 50 və hətta qanunumuzda da dəyişiklik olundu ki, biz 50 olan şagird, 50 əgər inklüziv təhsil kontekstində danışırıqsa, 50 olmayan şagird deyə müraciət edirəm və yaxud da fikir verirsinizsə, ancaq təəssüflər olsun ki, hələ də deməli belə deyim də şikəst, kar, kör, tipik, atipik və s. bu kimi ifadələr də işlədənlər var. Ancaq bu ifadələr qeyri-etikdir və istifadə etmək demək olmaz. Hətta indi nəyə gətirirəm? O xüsusi qayğıya ehtiyacı olan uşaqdır. Mən deyirəm ki, bütün uşaqlar xüsusi qayğıya ehtiyacı var. Yəni nəinki əlilliyi olan uşaqlar. Yəni hər kəsin xüsusi qayğıya ehtiyacı var. Sadəcə olaraq hər kəsin xüsusi ola bilər təhsildə ehtiyacı fərqlidir və ola bilər yox belədir. Yəni hər kəs fərqli olduğu üçün, hər kəsin ehtiyacı da fərqli olduğu üçün qayğısı da fərqli ola bilər. Ancaq burada fərqləndirmək bərabər və ədalətli olmalıdır. Burada müəllim uşaqların deməli əhatəsində əlilliyi olan şagirdi xüsusiləşdirir və ayırır. Bir növ şişirdir məsələni də belə deyək. Sonra görürsüz digər nümunədə biraz fərqli uşaqdır, onları çox yormayaq. Artıq burada görürsüz müəllim həmin uşaqdan gözləntini salır. Bəlkə də o uşaq digər uşaqlardan da daha gözəl, daha yaxşı tapşırığını icra edəcəkdir. Sonra o digər tərəfdən yazır ki, o biraz həssas uşaqdır. Həssas qrupa daxildir fikrindən yəqin irəli gəlir. O biraz həssas uşaqdır. Yəni artıq bilirsiniz burada fərqlənmə var və fərqlənmə yaxşı mənada olsa da, müəllim dəstək və kömək niyyətində olsa da, bu artıq belə deyim də eufemizm sayılır. Bu da görünməz maneələrdən biridir və digər əlilliyi olmayan şəxslərdə də qısqanclıq, ədalətsiz necə deyim mövqe və qıcıq hissləri yarada bilir. Ona görə çalışmaq lazımdır ki, bu balansı necə deyim qorumağa çalışaq. Ümumiyyətlə deməli, baxın, hörmətli iştirakçılar. Ondan sonra gələn bizim slaydımız nədir? Bir dənə baxaq. Hə, elə gəlin slaydın üzərindən çıxış eləyək. Mən çox fikrim var, dağınıq olmasın, qarışıq olmasın. Elə slaydın üzərindən çıxış eləyək. Baxın, görürsüz tibbi yanaşma nədir? Tibbi yanaşma, mən istədim bir saatlıq seminarın içində bunlara biraz toxunum. Burada uşaq problem kimi görünür. Ümumiyyətlə əlilliyə iki cür yanaşma var. Sosial yanaşma və tibbi yanaşma. İndi biz sosial yanaşma üzrə danışırıq əslində, amma əvvəllər bir müddət bundan öncəyə qədər tibbi yanaşma olubdur, mövcud olubdur və tibbi yanaşma nədir? Tibbi yanaşma deyir ki, uşaq problemdir, uşağın əlilliyi var. Baxın, mən bir şey qeyd eləmək istəyirəm. Çox dərinliyə varmadan qeyd etmək istəyirəm ki, bir sinifdə 3 Down sindromlu uşaq ola bilər. Həmin o Down sindromlu uşaq müəllim unudur ki, müəllimdir, yəni həkim deyil və onun diaqnozu üzərindən çıxış eləsə, onun diaqnozu üzərindən deməli münasibəti yaratsa, uğur əldə etməyəcək və unudur ki, o 3 Down sindromlu uşaq özü də fərqlidir. Onlar üçü də ayrı-ayrı mühitdə böyüyüb, onlar üçü də ayrı genetik faktorları daşıyır, onlar üçü də ayrı cür tərbiyə, ayrı cür təlim görüblər və s. Yəni hər kəs fərqli olduğu üçün həmin sindromu daşıyan uşaqlar özləri də fərqlidirlər axı. Ümumi xüsusiyyətlər ola bilər, amma fərqlilikləri də mövcuddur təbii ki. Ona görə tibbi yanaşaraq hər kəsin bərabər olduğunu nəzərə alaraq qeyd edirlər ki, uşaq problemdir. Yəni uşaq tapşırığı elə bilmir, uşaq necə deyim, çətinlik çəkir, uşaq sinifə daxil ola bilmir və s. və s. Digər slaydda isə biz görəcəyik ki, İlhamə sosial yanaşmadır. Biz buradan görürük ki, problem hardadır? Mühitdədir. Yəni müəllimin yanaşmasındadır, verdiyi tapşırıqlardadır, sərt kurikulumdadır. Yəni ümumiyyətlə sistemdədir.
onu əhatə edən sistemdədir. Və bu nəinki hörmətli iştirakçılar, nəinki təhsildə. Biz indi sinifdən danışırıq, təhsildən danışırıq. Bu həyatda da belədir. Yəni həyatda da əhatə edən mühitdə olur problem. Yəni belə deyək, psixoloji cəhətdən yanaşsaq məsələyə biz şəxsə gedib fokuslanırıq ki, məsələ şəxsdədir, hətta onun diaqnozu deyil. Onun şəxsin özündədir problem. Şəxsin özündə o problem niyə yaranır? Mühitə görə yaranır. Bunu da nəzərinizə almağı olmağını xahiş edirəm. Ə, Deməli bu şəkildən biz görürük ki, hər kəs fərqlidir. Daha doğrusu hər kəs hələ fərqlidir, bəli, rəngləri də fərqlidir, özləri də fərqlidir və hər kəs fərqli öyrənir, fərqli oxuyur, fərqli dərk edir, fərqli qavrayır və s. Yəni biz müəllim olaraq əlimizdə olduğu qədər, bacardığımız qədər, bizə verilən imkanlar qədər çalışmalıyıq ki, bu fərqliliklərdən istifadə edək. Yəni hətta qruplaşmada, differensial qrup işində və s. digərlərində də biz bu fərqliliklərdən istifadə edərək həmin o uşaqların fərqli necə deyim, qəbul etmə, informasiyanı qəbul etmə və fərqli ifadə etmə bacarığını, imkanını verməyə çalışaq. Və ümumiyyətlə biz bilirik ki, kinestetik, vizual, audial qəbul var. Yəni psixoloji nöqteyi nəzərdən informasiyanın və çox nəzəriyyələr var. Gardner nəzəriyyəsi və digər nəzəriyyələr misal çəkə bilərəm, amma çox dərinə getmədən qeyd etmək istəyirəm ki, biz çalışmalıyıq ki, sinifimizdə olan uşaqların vizuallığını, audiallığını, kinestetikliyini ən azından bu üçünü təmin etməyə bacaraq. Bunu da təmin etmək çox da çətin bir iş deyil. Bəzən bunu da təəssüflər olsun ki, unuduruq. Və onların ifadə etmə bacarığını da fərqli olduğunu nəzərə alaraq biz çox sağ olun, həm sinxron gedə bilirik. İfadə etmə bacarığını da nəzərə alaraq biz unutmamalıyıq ki, hər kəs ifadə etmə bacarığı da fərqli ola bilir. Və hörmətli yoldaşlar, çox söz, çox fikrim var idi sizlə bölüşmək, amma bilirsiniz ki, bir saatlıq seminarlar hansı texnikaların, hansı metodların necə deyim, ötürülməsi üçün çox az bir müddətdir, ümumi məlumat üçün olan bir deməli seminarımızdır və qeyd etmək istəyirəm ki, bir 10 dəqiqə də istəyirəm sual-cavaba həsr eləyək. Ona görə 10 dəqiqə bunun üçün saxladım və biz hamımız bənzərsizik, hər kəs fərqlidir, hər kəs bərabərdir, bunu unutmayaq. Digər slayda keçmə, çünki biz o barədə danışsaq artıq vaxtımız buna çatmayacaq. Aha, Müəllim, siz nə qədər sonda bir istəsəz. misal da qeyd etmək istəyirəm, hörmətli yoldaşlar. Unutmayaq ki, biz balığı ağaca dırmanmağına görə qiymətləndirməyə çalışarıqsa, biz balığın ömür boyu bacarıqsız olduğuna inanacağıq. Ona görə hər kəsin öz bacarığı, öz qabiliyyətinə görə şərait yaratmağa ən azından çalışaq. İlham, buyur, fikir bildirirdin. Deyirdim ki, müəllim, biz həmişə buradayıq 7-24. Siz tək təlim keçin, biz sonacan burada sizi eşitməyə hazırıq. Həqiqətən çox maarifləndirici və gözəl təlimlərdən biridir. Məni illər əvvələ apardı. Çox Əgər təşəkkür icazəniz ederim. varsa, əl qaldıran şəxslər var. Burada öz Bəli, var, fikirlərini bildirsiniz. var. Səmanə İndi xanım, burada chatda da yazanlar var. Chatda yazanlar da fikirlərini səsli ifadə eləsələr bəli, çox sevinərəm. bəli. Yəni, çox sağ olun. Təşəkkür Ekran, edənlərə əgər də təşəkkür edirəm. ehtiyac yoxdursa, ekranı paylaşmasını dayandırın. Bəli, bəli, dayandıraq. Mən Bəli, hər mən kəsi görüm. kifayət qədər stressləndirdim. Ay, nə gözəl, nə gözəl. Hə, bax belə Görüntüləri aça görüntüləri bilərsiniz. açsız çox sevinərəm mən. Bəli. Əslində, ay nə gözəl, nə gözəl. Hamınızı salamlayıram. Əslində mən bayaqdan elə düşünürəm ki, özümə danışıram. Bu belə əslində bu şəkildə biz necə deyim, bir-birimizlə ünsiyyətdə olsaq daha maraqlı olar. Görmürsən? Aha. Bəli, görüntünü atsanız sevinərik. Onu unutmayın ki, Bəli. hamımız evxanadayıq, yəni heç bir problem yoxdur. Əsas odur ki, xəyali müəllim bizi görsün və Təşəkkür edirəm. keçəndə, Səmanə xanımdan başlayaq. bəli, Sualını versin. Aha. Bir daha axşamınız xeyir, hər birinizi salamlayıram müəllimə. Bu gözəl çıxışınız üçün təşəkkür edirəm.
Mən də bir şeyə Çox da. toxunmaq istəyirəm ki, ailə məsələn mən özüm pedaqoqam, evdə də hazırlıq keçirəm Azərbaycan dili fənnindən. Elə uşaqlar olub ki, məndə autizmlidir. Hətta mən məktəb vaxtı şagird olduğum vaxt xatırlayıram ki, bizdə autizmli bir sinif yoldaşımız var idi. Uşaqlar onu həmişə necə deyim, kənarlaşdırırdılar öz qruplarından. Ancaq mən sinif nümayəndəsi olduğum üçün müəllimi həmişə o məndən otururdu. Biz hətta onda o xarakteri bilməmişik ki, sən bu özü kitab yazırmış evdə. İl bitəndən sonra 11 sinif bitirəndən sonra bu bir kitab gətirdi. Kitabın da baş qəhrəmanı mənim yazmışdı. Bir ki, tək qalan oğlan onun köməkçisi kimi mənim adımı yazmışdı. Öz həyatından, mənim də öz həyatımda yazmışdı deyə çox xoş oldu mənə. Ayrıca məsələn mən dərs keçəndə belə autizm uşaqlarım olmasına baxmayaraq mən heç vaxt onlara ayırmıram. Nəsə sual verəndə əksinə mən onların daha çox tələb edirəm ki, sən də cavab versən, niyə sakit durursan ki? Digər uşaqlar da ona mane olmasını istəmirəm. Çünki mən ona əgər fərqli davransam, ətrafımdakı digər uşaqlar da ona fərqli davranacaq. Nə özüm davranmıram, nə də ki, ətrafımdakı insanların davranmasına icazə vermirəm. Hı hı. Çox Belə. təşəkkür edirəm Səmanə xanım, çox sağ olun və onu da qeyd etmək istəyirəm ki, autizm sindromlu şəxslərin çoxu oy qrup yoldaşlarım da burdadır. Salamlayıram Vəfa. Autizm sindromlu uşaqların çoxu nədənsə kitab yazmağa meyillidirlər və mənim də belə bir tələbəm var idi. Belə deyim də mənim bir-iki fikrimdən həvəslənib hətta kitab yazmışdım. Mən onu paylaşım eləmişdim. O qədər təsirlənmişdim ki, çox maraqlı yanaşması var idi həqiqətən. Çox sağ olun Səmanə xanım xatirənizi bölüşdüyünüz üçün. Nemət bəy, buyurun. Axşamınız xeyir olsun. Bir daha Axşamınız salam xeyir. Çox təklif. təşəkkür edirik. Xoş bulduk. Mən sinifdən xarici işlər üzrə təşkilatçısı kimi çalışıram məktəbdə, amma dəstə deyirəm. Amma görsənən biraz müşahidəmdə odur ki, müəllimlərin əksəriyyəti məsələn sadəcə elə hiperaktiv uşaqları belə qəbul eləmək istəmirlər. Necə qəbul eləmək istəmirlər? Yəni daimi onlardan şikayətçidir. Bəli, bəli. Və burada yəni çatışmayan tərəfdə məsələn Amerikanın özündə görürsən ki, sinifdə hətta bir belə deyək qüsurlu uşaqlar var ki, düzdür onlara başqa bir yardımçı müəllim köməyi ilə sırf o üzrə mütəxəssislər olur. Amma dərsin belə deyək də pozulmasına belə onlar normal qəbul eləyir. Amma bizdə nədənsə biraz bu sahədə biraz problemimiz var. Yəni sizcə bu bölgü olmalıdırmı, yoxsa elə belə bir yerdə keçsələr yerə yaxşıdır? Çox sağ olun Nemət bəy. Təşəkkür edirəm sualınız üçün. Əslində bilirsiniz bunun üçün pedaqoji psixoloji komissiya var və pedaqoji psixoloji komissiya bunu təyin edir ki, yəni bu ümumi təhsil müəssisəsində, ümumi sinifdə əyləşə bilər ya əyləşə bilməz. Və bizim üçün prioritet nədir? Bizim üçün prioritet nə əlilliyi olan, nə də əlilliyi olmayan fərq etmir də. Daha doğrusu həm əlilliyi olan, həm də əlilliyi olmayan fərq etmir. Bir-birinə zərəri olmasın və təhlükəsiz mühitdə təlim alsınlar. Yəni önəmli məqam budur. Bəli, təəssüflər olsun ki, Nemət bəy hiperaktiv uşaqları da qəbul etmirlər müəllimlər. Nəinki əlilliyi olan uşaqlardan. Biraz hərəkətli uşaqlar, biraz necə deyim, fərqli, daha çox sakit uşaqlar da qəbul olunmur ki, oxumurlar və s. Hətta belə bir mən ibtidai sinif müəllimləri ilə təlimdə olanda belə bir təcrübə ilə bölüşmüşdü ibtidai sinif müəllimi. Çox təsirlənmişdim. O qeyd etmişdi ki, mən hesab edirdim ki, tutalım Əhməddə misal üçün Əhməd oxumur, çox səssizdir, dərslərdə cavab vermir və s. Amma mən bir gün gördüm ki, Əhməd gözəl rəsmlər çəkir və rəsm elə belə rəsm deyil ha. Bizim dərsimizə, mövzumuza uyğun rəsmlər çəkir və mən onun şahidi olanda anladım ki, hər kəs müxtəlif cür öz fikrini ifadə edə bilir. Və təəssüflər olsun ki, bəli, sakitdə, sakit olmayanda, ümumiyyətlə bütün bax bu necə deyim, problemlər hamısı bizim normal stereotipimizdən irəli gəlir. Bizim üçün normal şagird bu şəkildədir. Amma biz anlamalıyıq ki, hər kəs fərqlidir. Elə uşaqlar hərəkətlidir və s. Onlar üçün Nemət bəy strategiyalar var, sinif strategiyaları.
Və bunu biz 5 günlük təlimlərimizdə keçirik, sinif strategiyalarını. Yəni hər əlilliyi olan, hətta hiperaktiv, hətta biz hərəkətli olan uşağa belə deyirik, əslində hiperaktivlik diaqnozdur da. Biz o hər hərəkətli uşağa o diaqnozu qoya bilmərik. Yəni hərəkətli uşağa belə hansı strategiyalar tətbiq edə bilərik? Bax, onlar barəsində çox geniş bizim necə deyim, təlim materiallarımız var. Məsəl üçün bir xırda bir misal çəkə bilərəm sizin üçün ki, məsəl üçün şahidi də olmuşam, tədqiqat apardığım deməli sinifdə müşahidə etmişəm. Müəllimlə öncədən bunu biz müzakirə eləmişdik. Çox hərəkətli bir uşaq var idi və o uşaq nadinclik eləyirdi müəllimin sözündən desək və sinifin dərsin gedişatını pozurdu. Belə deyim, fərqləndirmədən, ona hiss elətdirmədən, güya ki növbəli, amma həqiqətən də növbəli reallıqda bunu icra edirlər. İş bölgüsü. Yəni bu gün dəftərləri Əhməd paylayacaq. Sabah tutalım filan kəs paylayacaq. Həmin gün Əhməd iş bölgüsünə görə, o işi icra etdiyinə görə sizi inandırım ki, o qədər dərsə fokuslanmışdı ki və həmin o nadincliyi, dərsi pozma niyyəti və s. geridə qalmışdı. Xırda bir toxunuşlar, xırda bir detallar və ya elə müəllimin yanaşması, müəllimin nitqi, müəllimin necə deyim, münasibəti çox şey həll eləyir. Bir uşağı, məsələn, bir sinifə girirsən, deyirlər ki, bu sinifin məsələn müəllimləri dinləmir, çox nadincdirlər və s. Amma başqa digər müəllim girir, həmin müəllimi sinifdə hətta nəfəs belə hiss olunur. Yəni o dərəcədə dinləyirlər. Çox önəmlidir. Digər bir texnikanı da mən sizə nəzərinizə çatdırım ki, aktuallığını şərtləndirəsiniz məsələnin. Nəyə görə məni dinləməlidir? Bu uşaq nadinc uşaqdır. Amma mən niyə dinləməlidir? O onu hiss eləsin, bilsin və nadincliyi, hərəkətliliyi daha doğrusu belə deyim də təmin eləmək lazımdır. O hərəkətlilik onun təbiətidir. Yəni biz onu boğa bilmərik. Biz boğsaq o narahat olacaq. Biz onu təmin etmək üçün sinifdə ən azı hərəkətinin təmin olunmasını çalışmalıyıq. Sadəcə olaraq balanslı şəkildə, disiplinli şəkildə, bu şəkildə olanda artıq biz müəyyən uğurlar əldə etmiş oluruq. Xırda, nəzərdən qaçırdığımız detallara diqqət eləsək, istədiyimiz nəticə əldə eləmiş oluruq. Çox sağ olun. Çox sağ olun. Siz sağ olun. Başqa sualları olanlar Axşam buyurun. xeyir olsun. Xeyr xanım, səsim gəlir. Bəli, gəlir. Axşamınız Ee, xeyir. Bircə xanımdır. Ay Bircə xanım, çox şad oldum. Necəsiniz? Mən bayaqdan baxıram tanış gəlirsiniz. Çox təşəkkür edirəm. Çox sağ Qoşulduğunuz olun. üçün var Çox olasınız. təəssüf ki, bundan öncəkiləri qoşulmamışam. Təsadüfən statusda gördüm və çox istədim. Mən əsas məsələ siz nə maraqlandırır? Mən bayaqda chatda da yazmışdım. Mənim çox bir yaxınım, yoldaşım bacısı, Hı onun hı. ən kiçik övladı DB diaqnozu ilədir. Hı hı. Və uşaq hal-hazırda 4-cü sinifdə oxuyur, özəl məktəbdə oxuyur, ad çəkmirəm. Orada doğrudan da müəllimin haqqını verək, yeməyə. O doğrudan da çox gözəl, inklüziv yanaşır ona. Bilir ki, həmin uşaq nə vaxt yorulacaq, daha çox yükləmir. Onun necə deyim sizə, bir də görürsünüz ki, uşaq saat 1-dən, 2-dən sonra artıq özəl məktəblər daha 4-ə, 5-ə qədər davam edir. Hı hı. Bəzən olur ki, uşaq elə bir 1-ə qədər əgər yükləndisə, ondan sonra ona daha çox rəsm verirlər, başqa cürdə, yəni başını qarışdırırlar. Amma onun sinif yoldaşları gəlirlər, bu yaxınlarda belə bir hadisə olmuşdu. Timbul onların ailələrində də başqa bir faciə olmuşdu. Başçısı rəhmətə getmişdi. Təsəvvürünüzə gətirin ki, həmin valideynlər 2 həftədən sonra, həmin hadisədən sonra böyük bir skandal çıxartdılar. Necə? Uşaq sinif yoldaşlarından bir neçəsi uşağın qulağına qışqırır ki, sən dəlisən, sən pissən, belə-belə deyirlər. Uşaq da hirslənir, qıcıqlanır. Uşaq da biraz bir hündür, yekəbər uşaqdır. Gəlir bunları vurmaq istəyir. Vurmaq istəyəndə artıq kameradan da başqa bir mənzərə yaranır. Və valideynlər də ortağa çıxdılar. Hətta yoldaşım da gəldi bu məsələ ilə əlaqədar hüquqşünas kimi. İnanın Allaha məsələ yerə gəldi ki, artıq saat məcbur oldu saat 1-də uşağı birmənalı şəkildə götürürlər ümumiyyətlə və ona da həmin bu ilin akademik ilin axırına qədər onlara vaxt veriblər. Yaxşı, bəs bu yanaşma necədir? Bir valideynlərin təsəvvürə gətirən həmin o
Amma o uşaqlarla heç kim danışmadı ki, bu Esmadır qızın adı. Esmanın qulağına nə deyildi ki, bu uşaq bu vəziyyətə gəldi, çatdı. Onun Yəni, beyni qıcıqlandı. çox sağ olun. Bircə xanım, çox yaralı yerə toxundunuz həqiqətən. Çox önəmli yerə toxundunuz. Çox təəssüflər olsun ki, biz bəzən unuduruq Bayaq ki, dediyiniz o mühit məsələsi var ya, o bəli, qədər bəli. önəmlidir ki, uşağın formalaşmasında. Şəxsən Çox, bizim çox çox həssasiyyət. Çox önəmlidir və biz unutmayaq ki, belə deyim, bizim ətrafımızda, bizim əzizlərimizdə, bizim yaxınlarımızda da bu hal baş verə bilər. Bəs o zaman biz necə reaksiya verərik? Bax, bu çox önəmli məqamdır. Bəzən çox təəssüf olsun ki, bircə xan valideynlər buna üsyan eləyir. Ancaq bir şey qeyd edeyim ki, tədqiqat nəticələri göstərir ki, deməli, ümumi təhsil müəssisəsində təhsil alan istər DHB olsun, istər hansısa bir əlilliyi olan bir şəxs olsun, daha yüksək nəticələr əldə edirlər. Nəinki xüsusi məktəblərdə, xüsusi tipli internat məktəblərində və s. Və biz inklüzivliyi təlqin eləyiriksə, biz buna necə deyim, hazır olmalıyıq. Biz maariflənməliyik, təlimlərdə iştirak eləməliyik, bu strategiyaları nəzərdə saxlamalıyıq və təbii ki, Bircə xanım, çox təəssüflər olsun ki, müəllimlər bəzən bəzi xırda məqamları qaçırdırlar. Yəni belə deyim də iclasların təşkili, həmin uşaqla bir yerdə, həmin uşaqsız, valideynlərlə, uşaqlarla və sair söhbətlər, bunlar hamısı çox önəmli məqamdır və uşaqlara aşılanmağı, hətta mənim bir tələbəm qeyd eləmişdi ki, mənim deməli uşağımın sinfində deməli autizm sindromlu şəxs var. Mənim uşağım həmin autizm sindromlu şəxsdən mərhəmət hissi və digər elə gözəl hisslərdir öyrənibdi ki, yəni o qədər gözəl bir xüsusiyyətlərə malikdir ki o uşaqlar. Təəssüf olsun ki, son zamanlar olan hadisələr də, bax bu məktəblərdə olan hadisələrdə də bu autizmli sindromlu uşaqların üzərinə çox düşdülər ki, yəni bu sindromla əlaqəlidir. Xeyr, sindromla əlaqəli deyil. İstənilən bir şəxsə həmin o Esmanın qulağına deyilən söz istənilən bir şəxsə həmin yaşda deyilsə, eyni reaksiya olmasa da bu və digər formada reaksiya verəcəkdir. Və bunun idarə edilməsi müəllimin əlində olmalıdır. Amma bir şey qeyd edim ki, inklüziv mühitdə tədris etmək tək müəllimin işi deyil. Yəni orada komanda işi olmalıdır. Psixoloq, pedaqoq, lazım gələndə sinifdən belə deyim, kənarlaşdırıb onun sakitləşdirilməsi və s. bunlar hamısı təmin olunmalıdır. Bu kompleks komanda işidir. Yəni bunun üçün çox ciddi və necə deyim, diqqət və qayğı tələb olunur. Çox təəssüflər olsun ki, bu şəkildə valideynə müraciət olunubdur, amma mən düşünürəm ki, Esmanı bir şəxs, bir fərd olaraq, gələcəyin bir necə deyim, hansısa bir peşəkarı olaraq düşünsək, biz elə bilin ki, Esmanı itirmiş oluruq. Yəni bu və ya digər məktəbdə də bu münasibət olsa, təbii ki, biz itirmiş oluruq. Çalışaq bir müəllim olaraq dəstək olaq və belə deyim də, bax pandemiyanın özündə siz hər kəsin yadındadır yəqin ki, biz evdə qalarkən hansı hissləri yaşayırdıq? Siz özünüz gördünüz ki, əlilliyi olmayan şəxslər olaraq biz özümüz də narahat hissləri keçirirdik. Yəni ki, belə deyim də, psixoloji gərginliyi yaşayırdıq və s. Və bir əlilliyi olmayan bir şəxsi bir otağa bağlasan, necə deyim, heç nə ona, heç bir mühitə adaptasiyasına məruz qoymasın, görəcəksiniz ki, o uşağın özündə də problemlər baş qaldırır, yəni psixoloji olaraq gərginliklər yaranır. Ona görə diaqnoza deyil, biz şəxsə fokuslanaq və şəxsə fokuslansaq görəcəyik ki, onun çıxış yolları var. Texnikaları var, yolları var və s. Çox təəssüflər, ancaq ümid edirəm ki, bəlkə də siz bir müraciət eləsəz, bir nə bilim, hər hansısa bir dəstək ola bilsəz, bəlkə də Esman qazandırmış olarıq həmin məktəb üçün. Amma əslinə qalanda valideyn özü də inciyə düşdü, özü elə günləri sayır. Sadəcə olaraq uşaq o qədər müəllimini sevir. Uşaq müəllimindən ayrıla bilmir. Ona görə də onsuz da fikirləşirik ki, 4-cü ibtidai sinifindən sonra müəllimdən ayrılacaq, yeni bir mühit, yeni bir sinif rəhbəri. Ona görə də gözləyirlər, vaxtı güdürlər sadəcə olaraq və özləri istəyirlər çıxartsınlar.
Yəni vəziyyət o Təəssüflər dərəcədə. olsun. Amma həmin Çünki məktəblər və valideynlər həmin müəllimlər üçün Tabii, təlimlər tabii. lazımdır Bircə xanım. Çox, yəni çox Valideynlərə də çox lazımdır Xəylə xanım. bəli, bəli, biz keçirik, valideynlərə də keçirdik zamanında. Yəni valideynlər üçün də çox təəssüf olsun ki, valideynlər çox da qoşulmurlar təlimlərə, amma müəllimlər bilirlər ki, bizim işimizdir də bu. Yəni işimizdir, biz bunu bacarmalıyıq və biz ona görə qoşulmalıyıq. Heç olmasa müəllimlər təlimlərə qoşulmalıdır. Xüsusilə də özəl məktəblərdə, dövlət məktəblərində çox qoşulurlar təbii ki. Yəni dövlət xətti ilə, amma özəl məktəblərdə təəssüflər olsun ki, çox azdır bu say. Xəylə xanım, bəs bu təlimlər indi düzdür, mən də birisi də Bakı dövlətdə də işləyirəm. Orada da təlimlər sizin sadəcə olaraq statusunu təsadüfən gördüyüm üçün ümumiyyətlə mütəmadi olaraq bu paylaşımlar harda verilir? Siz dediniz bundan öncəki təlimlərim ona görə vurğulayıram. Bəli, Bircə xanım, mən artıq 20 ilə yaxındır bu işlə məşğulam və demək olar Maş- tipik model necə deyim e, aktual olduğu müddətdən bu günə kimi daim təlimlərimiz olub, daim yəni seminarlarımız olub və s. Bir müddət ara vermişəm. İlhamənin könlünü xoş etmək üçün mən qoşulmuşam sadəcə olaraq. Təşəkkür edirəm. Amma yəni təbii ki, başlamaq lazımdır yenidən. Görünür ki, ehtiyac var. Xəylə xanım, Bəli. bir dənə də bir şey deyim, sizin vaxtınızı almayım. Bu Aha, buyurun, buyurun, xoş. yaxın deyəndə ki, dekabrda 25-də yadımdadır. Yaşama dəstək mərkəzinə getmişdik biz. O da lupusdan da daha ağır belə xəstələrdir. Eygül xanım da oranda yəqin ki tanıyırsınız. Görmüşdüm, bəli, bəli. Bəli. İnan Allah uşaqlar ora gedib gələndən sonra o qədər onlarda fərqli düşüncələr Bəli, formalaşdı. bəli, Mərhəmət hissləri daha da bəli. artdı. Və bizim bir şagirdimiz var, Ayşə adında. Hal-hazırda artıq 4 aydır, yanvardan başlayaraq mən onun valideyni ilə, bu arada onun valideyni də Bakı Dövlətdə işləyir, hüquq fakültəsində. Biz üçümüz bir yerdə getdik, danışdıq. O, həmin Ayşə şagirdimiz, onlarla birlikdə, daha doğrusu onlara dərs keçirir, iqtisadiyyat fənnindən. Hı -hı. Artıq 4 aydır. Yəni deyir ki, mənim hədəfim iyunun 15-nə qədərdir. Nəyə görə? Bəzən deyir orada şagirdlər özləri utanırlar öz xarici görkəmlərinə görə, sosial mühitdən kənarlaşırlar və onlara hansı dövlət tərəfindən ki təşkil olunur müəllimlər, onlar da mütəmadi olaraq onlarla görüşmürlər. Belə bir reallıqlar var. Ona görə də dedilər ki, biz istəyərdik ki, yaxşı tarix müəllimi, ingilis müəllimləri onsuz da var və mən bir neçə şagirdi də cəlb eləmişəm. Sadəcə olaraq başqa bir olimpiyada, elin alimin bəzi müsabiqələri oldu ki, araya keçdi. Ona görə də biraz vaxtımız düz gəlmədi. Biz artıq o işlə məşğul olmaq istəyirik ki, yaşama dəstək mərkəzindəki həmin o şagirdlərə dəstək olaq. Və inan Allah uşaqlar özləri çox həvəslə istəyirlər ora Evet, getsinlər, güzeldir. orada iştirak eləsinlər, Bircə uşaqlar xanım, bir şey öyrənsinlər. qeyd edeyim. Bu da çox gözəl bir Uşaqlarda neqativ hisslər çox zaman olmur öncədən. Onlar hər kəsin bir nümunə ailə modeli var da təbii ki. Yəni onlar Bəli. onu ailədən, mühitdən, kənardan görürlər. Və biz müəllim olaraq borcluyuq ki, onlara o hissləri aşılamaq, o hissləri gözəlliyini duydurmaq. Yəni onlar özlərinə qalsa heç onlar 50'liyi olan, 50'liyi olmayan şəxsləri ayırmırlar. Çox Bəli, sağ olun Bircə xanım. doğrudur. Çox təşəkkür edirəm Siz var olasınız gözəl fikirləriniz üçün. Burada qeyd olunub sizin fikrinizə əsasən yazıblar ki, valideynlər də bəzən uşaqlarını düzgün yönləndirmirlər. O uşaqlardan uzaq qalmağı tapşırırlar, dostluqlara icazə vermirlər. Bəli, Bəli. ona görə də Bircə xanım da qeyd edir ki, valideynlər üçün də təlimlər önəmlidir və təlimlər də olur valideynlər üçün. Təəssüflər olsun ki, valideynlərin çoxu qoşulmur. Sonra Nemət bəy qeyd edib ki, bu bullyingdir. Bilirsiniz, bullyinglə şiddəti biz ayırsaq daha doğru olar. Şiddət, hər şiddət bullying deyil, amma hər bullying şiddətdir. Hər şiddət bullying deyil, amma bullying, hər bullying şiddətdən gəlir. Yəni şiddət qərəzli olarsa, güc fərqi olarsa, və təkrarlanarsa bu bullyingə məruz qoyur. Amma məhz bullying olacaq deyə belə bir necə deyim, nəticə olacaq deyə demək doğru deyil. Yəni bullying ola da bilər, olmaya da bilər, amma şiddət də özü də qəbul olunmazdır. Bullyingin də növləri var, şiddətin də növləri var. Hətta müəllimlər qeyd edirlər ki,
Mən nə dedim ki, mən neynədim ki? Adicə bir baxış, necə deyim, yanaşma, münasibət, sözü xoş söz olsa belə onun tonu və sair bunlar hamısı şiddətdir əslində. Psixoloji şiddət var, fiziki şiddət var, şifahi şiddət var, sosial şiddət var və sair. Şiddətin növləri olduğu üçün olduğu kimi bullyingin də eynən elə növləri var və şiddət təkrarlanırsa, güc bərabərsizliyi varsa, bir daha təkrar eləyirəm və qərəzlidirsə, davamlıdırsa bu bullyingə çevrilə bilər. Buyurun Müəllimə Sədaqət sualı. xanım. Bəli, bəli, onu deyirdim. Salam. Çox sağ Salam. olun. Bayaqdan bəri yazırıq, yazıları oxuyuruq. Hər şey çox gözəl. Siz çox gözəlsiniz və bu Çox sağ olun. gözəlliyinizi də təlimlərinizdə əks etdirirsiniz və Çox çox sevindim. təşəkkür edirəm. Ramiz xanım çox sağ olsun. Yenə hər zaman kimi əlalarla öndədir. Çox sağ olsun və Xeyla xanım mütləq hər kəsin hər halda fikrini dinləyəcəksiniz. Özünüz də ümidvaram ki, artıq başlayacağam dediniz və bu gözəl təlimləri reallaşdıraq. Səmimi şəkildə, bəli, çox gözəl olar, çox böyük ehtiyac var. Siz mütəxəssis olaraq da yenidən özünüzü bir daha göstərməlisiniz. Biz də dəstəyik. Çox qəşəng də olacaq. Seminarlar olsun, təlimlər olsun, tez bir zamanda da təşkil edək və ümidvaram ki, bayaq söylənilən fikirlərin hamısı çox gözəldir. Bircə xanım da toxundu, Nemət bəy də toxundu o fikirlərə. Uşaqların ümumiyyətlə stabil görüntüləri və yaxud da hiperaktiv görüntüləri, bunların hamısını əlbəttə ki, hamı və belə deyək ki, təhsil sahəsində çalışan müəllimlər, pedaqoqlar, eləcə psixoloqlar bilir. Sadəcə doğru yanaşma varmı? O da biraz müqayisəli Doğru. məsələ. Çox gözəl, doğru vurğuladınız. Sadəcə həmişə olduğu kimi bu 1 saatlıq və yaxud da saat yarımlıq müddət çox azdır. Fikir söyləmək əlbəttə ki, hamısı 3 nöqtə və yaxud da 2 nöqtə təşkil edir. İnşallah ki, bütün məsələlər həllini tapar və siz yenidən toxunarsınız və elə bu gözəl başlıq altında yenidən canlı bir seminar təşkil edərsiniz və bütün məsələlər ümidvaram ki, aydınlaşırlar. Çox sağ Uşaqlara olun. gəlincə isə bəli, sinifdə məsələn ümumiyyətlə sinif şəraitində uşaqlarla işləyən zaman hər birinə inklüziv təhsil təlim metodu ilə yanaşılsa, çox gözəl nəticələr əldə olunur. Çünki bayaq qəşəng nöqtəyə toxundunuz. Sakit uşaqlar bəli, çox yüksək göstəricilərə malik ola bilər. Sadəcə onların sakitliyi bunu ört-basdır edə bilər və diqqət olunmasa nə boyda uğurlar məhv ola bilər. Eləcə də aktiv uşaqlar, məsələn, mən həmişə qeyd eləyirəm ki, nadinc uşaqları daha çox sevirəm. Və onlar təəccüblənirlər ki, niyə mən səs-küy elədim və müəllimə mənim üstümə qışqırmaqdan fikir bildirir ki, məndə nə gördü ki, nə onun diqqətini çəkdi və beləcə onu da başqa bir metodla cəlb eləyirsən və hər şey çox gözəl olur və sizin sayənizdə daha da qəşəng olacaq. Çox Təşəkkür sağ edirəm. olun Sədaqət xanım. Təşəkkür edirəm. Var olasınız. Aynur aç kameranı, Aynur aç. Gördüm üzünü. Xoş təsir oldu. Burada qeyd olunub ki, Şövqiyə, tələbələrimi də görürəm burada. Nə gözəl. Burada qeyd olunub ki, salam Xayla Salam xanım. müəllimə bir daha. Salam, salam. Çox Hər vaxt. təşəkkür edirəm. Çox maraqlı idi, çox maarifləndirici idi hər zamanki kimi. Mən Var təşəkkür edirəm. olasınız. Qoşulduğunuz üçün çox var olasınız. Burada qeyd olunub salamı Xəyəli xanım, oğlum liseydə təhsil alır. Dərsdə iştirak etdiyim gün xoşagəlməz hal ilə rastlaşdım. Sinifdəki özəl şagirdi bullyingə məruz qoydu öz sinif yoldaşları. Əlbəttə ki, qarışdım söhbətə. Müəllimə də bildim. Mən onun valideyninə bu hadisəni hansı formada bildirim bilmədim. Amma uşağın vəziyyəti həmin an heç yaxşı deyildi. Çox təəssüflər olsun Günel xanım. Bilmirəm hansı Günel xanımdır. Adı bu qeyd olunub. Çox təəssüflər olsun ki, belə halla rastlaşmısınız. Bəli, belə hallar çox olur və bunun qarşısını almaq üçün müəllim sistemli iş görməlidir. Mütləq və mütləq. Yəni çox daha diqqətli olmalıdır. Daha necə deyim, müşahidəsi olmalıdır. Mən burada vaxtımız çox məhdud idi deyə bir-iki məsələyə də toxunacaqdım, vaxtım olmadı. Müşahidə olmalıdır, tətbiq edəcəyi bir proqram çizməlidir və s. bunları diqqət mərkəzində saxlamalıdır. Təəssüflər olsun
olsun ki, belə bir halına rastlaşmısınız. Səmənə xanım qeyd edir ki, hər birimiz fərd olaraq dünyaya gəlirik. Şəxsiyyət kimi formalaşmağımızda cəmiyyətdən qabaq ailə böyük rol oynayır. Hər kəs övladını şəxsiyyət kimi yetişdirər. Cəmiyyət autizm uşaqları daha gözəl qarşılayacaq. Autizmli uşaqları. Aha. Səmənə xanım, bəli, yəni nəinki autizm sindromlu uşaqları, həm də əlilliyi olmayan, əlilliyi olan fərq etmir. Hər bir uşağı biz gözəl qarşılamalıyıq və əlimizdən gələn dəstəyi onlardan əsirgəməməliyik. Aha, başqa sualı olan varmı? Burada adı yoxdur, amma əl qalxıb. Müəllim, əsasən mən onu o Bircə xanım qeyd etdiyinə görə sırf autizmi vurğuladım. Ha, Belə aydındır, uşaqlar aydındır. ona görə yazmışdım. Ay, çox Təşəkkür. sağ olun, çox sağ olun. Çox sağ olun, Aktivliyiniz siz sağ olun. sevindirir məni. Çox təşəkkür edirəm. Sağ olun, siz sağ olun müəllimə. Aha, sonra burada Zoom var, burada şey ad yoxdur. Əl qaldırmısınız, buyurun. Heç bilmirsiniz. Burada Rəşdə xanım qeyd edib ki, mənim əlilliyi olan sinif yoldaşım var idi. 9-cu sinifdən çıxmışdı və 9 il ərzində heç birimiz istər müəllimimiz olsun, istər sinif yoldaşları olaraq heç birimiz ona bunu hiss etdirməmişdik. Və inanırsınız, o uşaq hər 8 martda biz qızlara gül alırdı. Çox düşüncəli idi. Bəli, təbii ki, yəni biz niyə fərqli düşünürük? Yəni həqiqətən də gözəl, bax belə necə deyim, jestlər də ola bilir. Aha, başqa sualı olan yoxdursa, mən burada oxuyum. Aha, John Dewey'nin deməli kim gedilib? Pərvanə xanım. John Dewey'nin pedaqoji yanaşmasına görə təhsil həyatının özü ilə bir bütündür və cəmiyyətə inteqrasiya üzərində qurulmalıdır. Deməli, bu baxımdan inklüzivlik fərqlilikləri istisna etmədən hər kəsin təcrübə içində öyrəndiyi və cəmiyyətə aktiv şəkildə daxil olduğu ən ədalətli təhsil formasıdır. Gəlin təhsili ancaq bilik ötürmə yeri kimi yox, hər bir insan özünü ifadə edə bildiyi bir mühit kimi düşünək. İnklüzivlik bir baxış tərzidir. Heç kim kənarda qalmadığı, hər kəsin öz ritmi, öz gücü və öz yolu ilə inkişaf etdiyi bir sistemdir. Təlim üçün çox təşəkkür edirəm. Bu bir tələbə olaraq sizin təliminizdə olmaq mənim üçün çox faydalı və xoşdur. Çox təşəkkür edirəm. Çox gözəl fikirlər qeyd eləmisiniz. Bir də doğrudur. Buyurun. Mən Buyurun, buyurun. çox üzr istəyirəm. Bayaq müəllimə mənə səslədiniz. Mən səsi aça bilmirdim problem olduğuna Aha, görə. buyurun. İndi səsi açdım. Mən sizin tələbənizəm və sizi tanıdım. çox sevirəm. Necə deyim, Təşəkkür. mənim üçün şərəf oldu. Çox qürur duydum sizi bir daha görmək. Mən mütəmadi sizinlə əlaqə saxlayıram, danışıram, belə görmək, sizi dinləmək. Həqiqətən də çox Çox xoş şad oldu oldum. mənə. Və Çox mən şad. qeyd edeyim ki, siz çox mənim yanımda olmusunuz və dəstəyimdə olmusunuz. Mən bunu Çox heç sağ vaxt olun. unutmaram. Sağ Və olun. mən hər dərsdə, hər o 90-80 dəqiqə necə dinləyirdim. Və dünən ürəyimdən o dərəcə keçmişdiniz ki, bəlkə necə deyim, bunun təsadüfüdür, mən sizinlə qarşılaşdım. Mən İlhamə xanıma da təşəkkürümü bildirirəm. Deyirdim ki, nə olar, bir dəfə də Xəyalə müəlliməni tələb olun və mən onu dinləyim. Ay Allah, necə Həqiqətən təsirləndim. Mən də deyirəm. elə düşündüm, İnanın ki, görəndə. mən həmişə demişəm, mənim həyatımda çox mühüm bir rol oynamısınız və bütün xarakterimə çox gözəl təsir göstərmisiniz. Çox, həqiqətən də. Çox təşəkkür edirəm. Əsas Sizə o sadəcə xoş təşəkkür təsir etmək varsa, istədim. nə xoşbəxtlik. Çox, o dərəcə yəni. Çox Təşəkkür sağ olun ederim. hər şeyə görə. Çox sağ ol. Var ol qoşulduğun üçün. Sağ Təşəkkür. olun müəllimə. Və sizin vaxtınızı 17 dəqiqə biz əlavə almış olduq. Yarısını çatdıra bilərik müəllim istəsəniz. İzləyicilərin sualı varsa Əgər da suallarınız varsa ya da fikirləriniz varsa bildirə bilərsiniz. Mən də Xəyali müəllimənin Instagram hesabını tapmışdım bir neçə ay əvvəl və dedim çox darıxmışdım universitet vaxtlarından ötürü ki, kaş o vaxtlar qayıdardı. Amma zaman elə bir şeydir ki, istəsəm belə qayıtmır. Dedim niyə də olmasın. Əmin idim ki, o hissi çox adam mənim kimi yaşayır və nə xoş mənə ki, hamı məndən eyni hissi keçirirmiş. İnşallah Xəyali müəlliməni razı salarıq və bu kimi təlimlərimiz həm əyani, həm də onlayn formada davam edər. İnşallah. Çox təşəkkür edirəm fikirləriniz üçün. Var olasınız. Həqiqətən bir müəllim olaraq mənim istəyəcəyim nədir? Sizə xoş təsir və sizin həyatınızda bir rolumun olmağıdır. Və bu mənə doğrudan da çox xoş təsir edir ki, belə geri dönüşlər eləyirsiniz. Çox sağ olun, var olun.
Bəli, buyurun Bircə Çox xanım, üzr buyurun. istəyirəm. İndi bilmirəm deyə sonradan vaxt olacaq yoxsa yox. Bir kəlmə bir şey demək istəyirdim. Buyurun. Deməli, mənim bilirsiniz də orada həm də mən valideynəm liseydə. Valideynlərlə görüşdə bir valideyn mənə dedi ki, mənim özümdə bir DHB-nin bir necə deyimsə bir növü olmuşdu. Dedim necə? Dedi mənim 4 diplomum var. Ancaq mənim bir problemim var. Mənim əlimdə ruçka, qələm, daha doğrusu karandaş, nəsə bir pozan və ya nəsə bir musiqiyə qulaq asmasam, mən o dərsə fokuslana bilmirəm. Amma biz isə tutalım uşaqdır. Mən özüm də kameradan da görürlər ki, deyirlər ki, müəllim görürsüz ki, uşaq şəkil çəkir, niyə reaksiya vermirsiniz? Bax biz bu şeyləri eşidirik də ki, qıraqdan da bizi izləyəndə deyirlər ki, uşaq şəkil çəkir, amma müəllim ona reaksiya vermir. Yəni uşaq görür ki, dərsə qulaq asmır, ancaq şəkillə məşğuldur və müəllim ona reaksiya vermir. Mən o valideynlə danışandan sonra mən bütün fikirlərim dəyişdi. Deməli, bəlkə doğrudan da elə uşaqlar var ki, onlar yaza-yaza, çəkə-çəkə fikirləri müəllimdə olur. Bəlkə də onlar daha çox uğur əldə eləyəcəklər. Biz sadəcə olaraq onları bir çərçivəyə salırıq ki, dərsə girmisənsə insan və cəmiyyət fənninə, sən ancaq oturub tarix coğrafiyada oxumalısan da, şəkil çəkməməlisən. Sən proyekt verməyincə əlvə qayçı almamalısan. Eləcə Və də mənim oğlum, Bircə mən bir xanım, dəqiqə bir oğlum, də Bircə xanım, üzr istəyirəm. Biz düşünürük ki, hər kəs riyaziyyatdan 10 almalıdır. bəli. Mənim oğlumla da o problem var. Bütün gün mənə deyirlər, Fatihin əlində ruçka. Fatihin əlindən ruçkanı alır, o bir şeyi götürür. Nə bilim şunuru götürür, bunu götürür. Onu axırda dedim qoyun götürsün. İnan Allah, mən bu dəqiqə oğlumu step akademiyaya qoymuşam, gitara qoymuşam. Uşaq o qədər yaradıcı uşaqdır ki və inan Allah ki evdə kombiyə qədər o düzəldir. İnanırsınız, tez-tezə gətirin o səviyyədə. İndi mən İnanıram neyim ki, Bircə xanım. uşaq bu boyda əlində nəsə olmasa bu uşaq dayana bilmir. Bilmirəm, indi onun da adını mən DHP qoyum, qoymayım nədirsə. Mənimə görə sağlam uşaqdır, amma müəllimlər ona sərt reaksiya verirlər. Yəni yenə də mühit, yanaşma, münasibət. Düzdürmü Bircə xanım? Bəli. Çox təşəkkür edirəm. Var olasınız. Mən burada əzizim, gözəlim Kəmalə xanımı görürəm. Bu mənim üçün çox qürur və fəxr hissidir. Həqiqətən sonra Günelimi görürəm. Çox sağ olun qoşulduğunuz üçün, vaxtınızı sərf etdiyiniz üçün var olasınız. Biz də Yəni sizə təşəkkür eləyirik, minnətdarıq. Sualı verən mən idim Xəyalə xanım, amma çox təəssüf eləyirəm, həmin an internet bağlantısına görə kəsildi əlaqə. Mən dinləyə bilmədim. İnşallah universitetdə sizə yaxınlaşaram, Allah qoysa. sualı Oğlumun təkrarlaya liseyində, bilərsiniz. oğlumun liseyində baş verən hadisə, inanırsınız, məni həqiqətən çox sarsıtdı. Buradan Kəmalə xanımı da salamlayıram. Bizim Gözəlimiz, böyüyümüz, müəlliməmiz. bəli, dəyərlimiz. Bəli, əzizimiz. Səsiz gəlmir Kəmalə xanım, səsiz gəlmir. Şey, nədir, bağlıdır. Xəyalə xanım, inanırsınız ki, gələndən özümə gələ bilmirəm. Şagirdlərin həmin uşağa qarşı olan münasibəti o qədər, yəni belə pis təsir elədi ki mənə. Mən uşağın valideyninə, şagirdin valideynlə çox yaxşı münasibətimiz var. Sadəcə mən ona hadisəni necə danışım, necə bildirim bilmirəm. Heç nə deyə bilmədim. Əlbəttə ki, sinif rəhbərinə fikrimi bildirdim. O da qarışdı, sakitləşdirdi, münasibətləri bərpa elədi, amma valideynin xəbəri yoxdur. Ha, çox sağ olun Günel xanım, təşəkkür edirəm fikriniz üçün. Mən bayaq hə fikrimi bildirəndə bəlkə də indi siz dinləyə bilmədiniz. Yenə də qeyd edeyim ki, burada bizim əlimizdən gələn bir məsələ odur ki, ancaq sinif rəhbəri ilə bu əlaqəni qurmaq, sinif rəhbərinə fikrimizi bildirmə bilirsiniz, hər valideyn fərqli qəbul edir məsələləri və çox təəssüflər olsun ki, əlilliyi olan uşaqların valideynləri bəzən yox çox vaxt deyərdim ki, uşaqların əlilliyini reallıq olaraq qəbul etmirlər və əlilliyi bir xəstəlik hesab edirlər. Yəni ona görə bir xəstəlik müalicə olunur, sağalır, amma əlillik bunların həyat tərzidir. Bunların davamlı onlarla necə deyim, birgə gedən bir məsələ olduğu üçün buna xəstəlik demirik, biz fərqlilik deyirik və valideynlərin çoxu bunu dərk etməsi üçün maariflənməlidir. Çox təəssüflər olsun ki, valideynlər çox az qoşulur. Siz sinif rəhbəri ilə müraciət eləyin. Sinif rəhbəri aidiyyatı yerlərə müraciət eləsin və bu bir komanda işi olmalıdır. Bəli, o işin üzərinə düşülməlidir mütləq şəkildə. Bəli, yəni mən valideynə bildirim fikrimi, o gördüyüm, şahid olduğum hadisəni bölüşüm.
sinif rəhbəri ilə bölüşsəz daha məqsədə Kesinlikle. uyğun olar. Hı Sinif hı. rəhbəri özü nə Özü. tərzdə, necə, bəli, müraciət mən belə düşünürəm, mən belə edərdim. Yəni sizə necə rahat olarsa, bəlkə əlaqəniz daha yaxşıdır, Hı hı. ünsiyyətiniz daha sıxdır, bilmirəm bu mövzunu. Təşəkkür edirəm sizə. Minnətdaram. Ardı gəlsin, davamı gəlsin. Biz də Çox sağ məmnuniyyətlə olun. qoşulaq. Var olun, təşəkkür Çox edirəm. sağ olun. Minnətdaram. Təşəkkür edirəm Xeyli xanım. Çox məhsuldar oldu. Çox sevindim Çox həqiqətən. təşəkkür edirəm Bircə xanım, var olun. Sağ olun. Xeyirli xanım, axşamınız xeyir. Sağ olun, axşamınız xeyir. Axşamınız Sizi xeyir. Çox görüşürəm. şad oldum sizi burada görməyə. Qızım qədər, övladım qədər çox sevdiyim Xəyali xanım. Çox sağ Övladım qədər olun. çox sevdiyim Günel xanım burada gördüm. Həqiqətən Minnətdaram. Əziz müəlliməmiz. Təşəkkür çox edirəm şad sizə. Çox oldum. sağ Çox şad olun. oldum. Sağ olun qızım. Mən təşəkkür edirəm. Sizin yazdım da çata Xəyali xanım. Hörmət. Həqiqətən sizin peşəkarlığınızla qürur duydum bugün. Çox sağ olun. Həqiqətən Var çox olun. təəssüf edirəm ki, gec qoşula bildim. Gec qoşula bildim. Amma iştirak elədim və mənim də qardaşımın nəvəsi autizm, yəni mən ona xəstəlik demirəm, fərqlilikdir təbii ki. Bəli, avtizm sindromudur, bəli. Bizim də ağrılı yerimizdir. Yəni onda ağır formada o təhsil də ala bilməyib. Sadəcə çox həqiqətən sizin söhbətiniz, o müzakirələr, sonra verdiyiniz məsləhətlər çox faydalıdır. Çox faydalı. Mən davamlı, yəqin ki, davamlı olacaq və çox böyük məmnuniyyətlə qoşularam həmişə. Çox böyük məmnuniyyətlə. Mən sizin şəklinizi ayrıca görəndə İlhami xanıma da təşəkkür edirəm. Görəndə mən o qədər şad oldum ki, mən çox ürəkdən istədim ki, iştirak edeyim, qoşulum həqiqətən. Bilirsiniz ki, sizə nə qədər hörmətim var. Ona hörmət deməzdim, məhəbbətim var. Yəni inanın ki, məhəbbətimiz qarşılıqlıdır. O qədər böyük yəni mən belə bir şəxs görməmişəm ki, Kəmalə xanımı sevməsin. Yəni həqiqətən hər kəsin sizə çox böyük məhəbbəti, çox böyük hörməti və çox böyük dəyəri var. Bu da Çox sizin sağ olun. xüsusiliyinizdir də Kəmalə xanım. Bu da sizin xüsusiliyiniz. Həqiqətən Çox çox sağ sevirəm. olun. Çox təşəkkür edirəm qızım. Hər Şad zaman oldum. əlinizdən tutmusunuz, hər zaman dəstək olmusunuz. Hər Sağ zaman o olun. dediyim, o istədiyim müəllimlərin uşaqlara verə biləcəyi o gözəl emosiyanı, o gözəl münasibəti, o gözəl yanaşmanı ötürə bilmisiniz, verə bilmisiniz, göstərmisiniz. Yəni onun nəticəsidir ki, baxın müəllimin tələbəyə ötürdüyü hisslər, emosiyalar sonradan yadda qalır və müəllimini sevdiyi üçün addımlar atır tələbələr çox zaman və onun nəticəsidir ki, bax sizin sevginizin, münasibətinizin, yanaşmasınızın nəticəsidir ki, biz belə sizi görəndə qəlbimiz necə deyim, çiçək açır, sevinir və Çox sağ hər olun. zaman sizi yanımızda istəyirik. Çox sağ Çox olun. təşəkkür edirəm. Çox minnətdaram. Sizi də Günel xanımı da bağrıma basıram həqiqətən. Çox sağ olun. Biz Çox də şad sizə, oldum. əziz müəlliməmiz, təşəkkür edirik. Var olun. Sizdən Sağ bu olun. sözləri eşitmək bizim üçün həm sevindirici haldır, həm fəxrdir, qürurdur. Çox sağ olun gözəllərim. Çox Var sağ olun. olun. Allah Çox şad razı oldum. olsun. Bu faydalı təlimdən həqiqətən bəhrələnənlərin sayı çoxdur bugün və mən bundan da çox şad oldum. Çox Sağ sağ olun. olun. əzizim. Təşəkkür Sağ ederim. olun. Sağ olun Xəyali xanım. Sağ olun. Davamlı olsun inşallah. Sağ olun. Sağ Sağ olun. olun. qızım, Sağ olun. Başqa hörmətli iştirakçılar, sualı olan varsa verə bilər. Vaxtımız gəldi, çatdı. Artıq saat yarımı keçdi. Ya daha doğrusu keçmək üzrəyik. Burada bir dənə də fikir var, onu da qeyd edeyim. Sədaqət xanım əlavə olaraq sonradan yəqin qeyd etdi. Əlbəttə ki, uşaqdan uşağa böyük fərq var. Uşaq var ki, əlində qələm yazı yazır. Bu an həm dinləyir, həm də məsələyə doğru yanaşır. Uşaq da var ki, belə halda fikir çox dağınıq olur. Bəli, müşahidə etmək, anlamaq, buna fərqli yanaşmanı yaradır. Tamamilə doğru. Sədaqət xanım çox sağ olun. Çox gözəl fikirlər bildirirsiniz. Təşəkkür edirəm bunun üçün. Tamamilə doğrudur. Elə uşaq var ki, hər kəs fərqlidir və elə uşaq var ki, həm musiqi dinləyib, həm imtahana hətta hazırlaşa bilən uşaqlar var. Bu Z nəslində, alfa nəslində xüsusilə biz bunun şahidi oluruq. Amma elə uşaqlar var ki, fikrini deməli dağıda bilir və fikrini fokuslana bilmir müxtəlif vasitələrdən istifadə. Buna görə də bəli biz müşahidə etməliyik. Müşahidənin əsasında biz necə deyim, proqramımızı tərtib etməliyik uşağa yanaşmamızda
və münasibətimizlə uşaqda çox gözəl, nəinki uşaqda, bütün uşaqlarda gözəl, uğurlu nəticələr əldə edə bilərik. Bircə səhvimiz də ondan ibarətdir ki, biz hər uşaqda akademik nailiyyəti yüksək gözləyirik və hər uşağın bayaq qeyd etdiyim kimi riyaziyyatdan 10 almalıdır deyə fikri Doğru. normal gəlir bizə. Təəssüflər olsun ki, hər uşağın öz bacarığı, öz qabiliyyəti, bayaq qeyd etdiyim kimi balığın üzmə qabiliyyəti, digərlərinin başqa qabiliyyətləri ola bilir, amma biz balığı ağaca dırmanmağına görə qiymətləndirəriksə, balığın ömür boyu bacarıqsız olduğuna inanacağıq. İlham xanım, çox sağ olun bir daha. Təşəkkür Mən edirəm. təşəkkür edirəm. Bugün bizim Yekunlaşdıra şirkət bilərik. olaraq, rəsmi olaraq ilk təlimimiz idi. 3 ildir aralıqsız olaraq hər həftənin şənbə, bazar günü təhsillə bağlı belə tədbirlər keçirilir. 3 ildir aralıqsız olaraq, amma bu artıq bu gündən etibarən rəsmilik qazanıb. Mən bu sevincimi sizlə bölüşərkən çox həyəcanlanıram və mənim üçün çox dəyərlidir ki, Xəyali müəllimlə biz bu addıma başladıq. Davamlı olsun inşallah. Hər birinizi Eduline təhsil şirkətində görməkdən məmnunluq duyuram. Sabah da təhsildə süni intellektlə bağlı təlimimiz var. Bilirsiniz ki, süni intellekt indi çox geniş yayılıb və mənim də Xəyali müəllimdən bu qısa zamanda bununla bağlı öyrəndiyim çox şey oldu. Onu vurğulayım ki, sabah inşallah o təlimdə də sizlər gözləyirəm. Kimlər yoxdursa, aşağıya əlaqə nömrəmi qeyd edirəm. Mənə yazsın, mən onu qruplara əlavə edim. Nəzərinizə çatdırım ki, bütün tədbirlərimiz ödənişsiz fəaliyyət göstərir və bayaq Kəmali müəllim və Xəyali müəllim danışarkən onu hiss etdim ki, deməli bir müəllimin sevgisi yüzlərlə insanın elə bir ürəyini isidə bilər və bu nəsildən nəslə keçir. Təbii ki, burada əsl müəllimdən söhbət gedir. Kəmali müəllimdən, Xəyali müəllimdən bizə belə nəsildən nəslə ötürülə bilən bir sevgidir həqiqətən də. Nə xoş mənə ki, sizin kimi müəllimlərimiz olub ki, biz də bu gün yaxşı, xoşbəxt şəxsiyyət olaraq böyüyə bilirik, belə deyim. Çox sağ olun. Mən minnətdaram. Nə xoş ki, bizləsiniz. İnşallah davamlı olur və ən qısa zamanda Xəyali müəllimlə bir əyani təlim təşkil edəcəm ki, hər birimiz orada toplaşa bilək. Təbii ki, Böyük sizin də məmnuniyyətlə. icazənizlə. Böyük məmnuniyyətlə inşallah. Təşəkkür edirəm. Dəyərli vaxtınızı sərf etdiniz, dinlədiniz, gözəl, dəyərli fikirlər bildirdiniz, gözəl insanlarla üzləşdirdiniz bizi. Əlbəttə, Çox sağ əsas olun. müəllimin əsas xüsusiyyəti odur ki, şagirdinin əsl üzünü, içini, ürəyini görə bilsin. Biz Xəyali müəllimlə dərs keçdiyimiz zaman belə yəni görüşə bilmirdik. Onda hamımız evdəydik, virus vaxtı idi və bizdəki təlim deyəni, yəni imtahanlar belə onlayn olurdu. Mən də həyəcanlanıb imtahanlara cavab verə bilməmişdim. Bir sualı belə cavab verib belə ard-arda qoya bilməmişdim, amma Xəyali müəllim mənə A yazmışdı. O qədər belə ürəyimdə ona qarşı sevgi yaranmışdı ki, o an. Yəni o mənim içimdəki o hissi Amma görə İlham, burada bilmişdi. səni dayandırmalıyam. Çünki sən bəlkə fərqində olmamısan yazdığın, amma sənin əzbərçi olaraq deyil, öz məntiqinlə doğru cavab yazmısan deyə almısan. Amma Buna əmin bizdə ola yadlı bilərsən. deyildi də müəllim. Onda virus vaxtıdır deyə belə onlayn formada imtahan olurdu. Səsli danışırdıq. Yəqin ki, hansısa fikrin məni Və çox heç bir cümlə təsirləndirdi. belə mənim əvvəl belə bir xüsusiyyətim var idi ki, həyəcanlananda danışa bilmirdim. Bir söz belə deyə bilmirdim. Heç belə adımı belə səsləndirə bilmirdim. Amma bu gündən xoş mənə ki, sizin qarşınızda artıq şirkətimin rəhbəri olaraq danışa bilirəm və bu da Yəqin. bir təcrübədir ki, bizə şagird olaraq yox, onları bir şəxsiyyət olaraq görməliyik və gələcəkdə hansı peşənin sahibi olursa olsun, onların qəlbində daimi qalan müəllim sevgisi olur. Çox sağ ol. Dəyərli fikirlərin üçün təşəkkür edirəm. Bir daha dəvətin üçün, belə gözəl insanlarla ünsiyyətdə bir şərait yaratdığın üçün, bu fürsəti mənə tanıdığın üçün var olasan. İnşallah gələn görüşlərdə görüşənədək. Təşəkkür Sağ ol. edirəm. Sağ olun, sağ olun. Bir daha əlaqə nömrəmi aşağı qeyd edirəm. Kim istəsə Mən də getə bilər. təşəkkür edirəm sizə. Mən Xəyalə xanımın müəlliməsi olmamışam, amma sadəcə o müəllim kimi hörmət eləyir mənə, böyük kimi hörmət eləyir, həmişə hörmətlə yanaşır və deyirlər ki, ağac meyvəsi ilə müəllim tələbəsi ilə tanınar. Bu Xəyalə xanımın çox böyük uğurudur ki, onun sizin kimi tələbəsi olub. Çox sağ olun Kəmalə Və xanım. Təşəkkür edirəm. mənim də çox böyük uğurumdur ki, Xəyalə xanımı, Gülşən xanımı tanıya bilmişəm. Çox sağ olun. Müdafiə şurasından, dissertasiya şurasından. Yəni elə əlaqələrimiz olub bizim və çox böyük, həqiqətən çox böyük hörmətim, çox böyük məhəbbətim var.
Xəyalə Eynən. xanım onu hiss eləyir özü də həmişə. Mən də onun məhəbbətini hiss eləyirəm. Qarşılıqlıdır. Çox Sağ sağ olun olun. əzizim. Dəstəyiniz ömür boyu unutmayacağım. Siz mənim həyat müəllimimsiniz. Yəni həqiqətən Canım qızım. bunun üçün sizə bir ömür boyu sonsuz minnətdaram. Yəni hər kəsin Sağ olun canım bilirsiniz, qızım. ehtiyacı olduğunu siz çox yaxşı bilirsiniz o dövrdə. Və hər kəs sizin kimi dəstək olub, hər kəs sizin kimi gözəl münasibət qura bilmir. Ona görə sizlə qarşılaşdığım üçün Allaha necə deyim, Canım şükür qızım. edirəm. Çox sağ Var olun. olasınız. Canınız Değeriniz için sağlıklı çok teşekkür. olsun. Başımızın üstünde olasınız her zaman. Çok Çok sağ sağ olun. olun əzizim. Çok sağ olun. Siz de bizim qürurumuz, fəxrimiz olun həmişə. Sağ olun. Sağ Sağ olun. olun. Teşekkür. Sağ olun. O zaman gecəniz xeyrə qalsın. Xeyrə qarşı sağ olun. Sağ olun. Sağ olun.